Murad, ne deyirsən de, mənim o Ruslandan gözüm su içmir. Düz bir aydı ki, siz düzəməlli hazırlaşa bilmirsiniz. İndi də söz verib ki, məni Şuşaya aparacaq. Uşaqlar, deməli indicə atamla danışdım, Şuşaya tur var, 9 nəfərə qədər. Gedə bilərik. Məncə Ruslan özünü sənə rəqib kimi aparır. Bu, gün kimi aydındır. Yox, Şərlo, nəsə mənə elə gəlmir. Görəsən bu oyunu qazana biləcəyim. Mən o xarı bülbülü sənin üçün qazanacam. Sənin qarşında yeni xəyalın durur. Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdəsi, Pənahəli xan Cavanşir. İndiyənəcən təsəvvür etdiyin ən gözəl xəyal. Mürşid Gülxan qızı Xurşudbanlı adılar. İki komandanın finalı. Ruslan ve Murad'ın dueli. Gel, baştan başla. Yaxşı, getdik.